Salam qızlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə birlikdə Kiko məhsulları ilə makiyaj eləyəcəyik. Ümid edirəm ki, bəyənərsiniz. Kiko məhsullarından başqa məhsullar olmayacaq. Öz fikirlərimi də bildirəcəm. Gəlin başlayaq. Deməli qızlar, məndə Kiko'nun 2 ədəd belə tonal kremi var. Əslində ikisi də səhv etmirəmsə skin tint, yəni dəri tinti gedir, rəngli nəmləndirici kimi. Biri Insta Moisture Foundation gedir. SPF 25 tərkiblidir. Biri də Dreamforia seriyasından EE Cream Base'dir. Yəni Energy Enhancing Skin Tint. Bu ümumiyyətlə heç foundation getmir. Bu gedir skin tint. Amma mən bunları əlbəttə ki foundation kimi istifadə edirəm. Bugün mən istifadə edəcəm bundan. Tonal kremi üzümə vurandan sonra yadıma düşdü ki, mən elə Kiko məhsulları ilə make-up eləməliyəm bugün. Elə oturum indi elim. Üzümü biraz qara görəcəksiniz, amma olsun. Adı bu məhsul necə bir məhsuldur? Su kimidir, su kimi. Çox qəşəngdir. Rəngi baxmayaraq ki, mənim dəri tonuma biraz tündür, biraz. Mən bunu çox bəyənirəm. Bitdikcə almaq istəyirəm, amma biraz daha açıq tonunu. Baxın qızlar. Parıltılı, məncə quru dərilərə də okeydir. Yağlı, normal dərilər üçün də okeydir. Sonra, gəlin dediyim kimi, mən bunu sizə tövsiyə eləyirəm. Amma Azərbaycanda düşünürəm ki, 30 pilusa satılır. Yəni, mən o qiymətə almamışam. Amma əgər deyirsinizsə ki, pul xərcləmək istəyirəm, yaxşı belə ingrediyentli, yaxşı bir marka olsun, məncə bunu ala bilərsiniz. Sonra gəlin bundan danışaq. Bu skin tintdən. Gəlin bundan da biraz istifadə eləyək. Çünki sözün açığı bunun teksturasını unutmuşam. Eyni teksturaya sahibdilər. Eyni qalıcılıqları, üzdə duruşu, ikisi də məxməri bir teksturadadır. Bəyəndim. Concealer barədə çox yaxşı bir şey deyə bilməyəcəm. Çünki çox üz dərimə heç uyğun olmayan concealer nömrəsi almışam. Nömrəsi gedir. Deməli, Daisy Bloom seriyasındandır. Çox gözəl seriyaydı bu arada. Bu 03 Hazelnut'dır. Gəlin baxın rənginə. Bu qədər pis görsənmir. Elə bil eyni seriyadandılar da. O qədər hamısı məxməri hiss elətdirir. Concealer'ın başında bu var. Mən başa düşmürəm bu nədir. Parıltılıdır. Bu da elə bil hamısı quru dərilər üçün yaradılmış məhsullardır, istehsal olunmuş məhsullardır. Yadınızdadırsa bu məhsuldan danışmışdım. Bu məndə Kiko'nun Universal Veil Finishing Powder'ıdır. Amma məhsullar o qədər nəmli bitişə sahibdilər ki, yəni yazığın dibini gördüm artıq. Baxın. Heç nə yox. Təmiz elədim, təmiz. Bu pis sabitləmirdi, amma daha uyğun 2 qat, 3 qat çox daha yaxşı məhsullar var. Yəni gedib bunun yerinə Yves Rocher'i ala bilərsiniz. Bunun yerinə nə bilim not ala bilərsiniz. Biraz üstünə pul qoyub gedib puda ala bilərsiniz. Pisdirmi? Yox, pis deyil. Heç vaxt təriflənən bir məhsul olmayıb. Yəni bazarda belə çox təriflənməyib. Ona görə də yəni almağa dəyməz. Haçansa ucuz gördünüz, bir 15 manata falan gördünüz, 15-20, okey, ona dəyər. Amma ondan yuxarısına dəyməz. İndi keçək Kiko'dan aldığım belə bir qaş gelinə, həm qaş geli, həm qaş qələmi iki tərəflidir. Araları çox yaxşı doldurur. Mənim qaşlarım belə deyil qızlar, baxın bir dənə. Qaş uzandı və böyüdü. Mən bunu çox uyğun almışam. Yəni məncə bazarda olan ən yaxşı məhsullardan biridir. Yəni qiymət aralığından danışıram. 20, 30, 40 manatdan danışmıram. Mən buna 11 manat falan vermişəm. 11-12 manat. Göz makiyajı olaraq, yəni göz teni olaraq məndə belə bir məhsul var. Bu Glamour Multi Finish Eyeshadow Palette gedir. Bu şəkildədir. Gördüyünüz kimi belə rənglər var burada. Xoşum gəlmir bu paletdən. Əsas rənglər buradadır. Yəni gündəlik istifadə edə biləcəyiniz rənglərdir. Fərqli rənglər yoxdur. Almağa dəyərmi? 35 manata qədər okeydir. Ondan yuxarı satılırsa məncə okey deyil. İllər əvvəl bunu 3 il əvvəl almışam. 40 manata yaxın qiymətə. Siz təsəvvür edin ki, 40 manata 3 il əvvəl hələ.
Qalıcılığı, tozlanmamağı, baza rənglərin olmağı bunun artı tərəflərindən biridir. Güzgüsü çox qəşəngdir, böyükdür. Yəni bu günə qədər qırılma, problem yaşamamışam, qablaşdırmada da problem yaşamamışam. Yəni pigmentasiyası çox yaxşı olan bir məhsuldur. İndi baxır hansından istifadə edirsiniz. Məsələn, tünd rənglərin pigmentasiyası əlbəttə ki, daha çox lobislərdə öz rəngini verir. Bir də alaramı? Almaram əlbəttə ki. Mənim konturlamaq üçün bir dənə Kiko'dan dodaq qələmim var idi. Onu da satdım. Çünki rəngi xoşuma gəlmirdi. Əlimdə belə bir qələm var, amma bu da konturlamaq üçün çox açıq rəngdir. Anası rəngini göstərəcəm. Əslində nüyütluğu çox bombadır. Çox bəyənirəm bunun nüyütluğunu. Amma ancaq Kiko məhsullarından eləyirik deyə gəlin. Başqa məhsul istifadə eləməyik. Mən nüyütluğunu çox bəyənirəm. Əlbəttə ki, kənarları tünd bir qələmlə konturlansa çox daha yaxşı olar. Amma əlimdə yoxdur, nə edə bilərik? Bunu çox bəyənirəm. Çox kremsidir, çox gözəldir. Amma məncə tez bitəyə belə bir şeydir. Çünki belə enli olanlar da siz istəyirsiniz ki, əslində dodaq boyası kimi istifadə edəsiniz. Konturlamaq bunlarla çətin olur da. Hə, əslində bu lip crayon gedir. Onsa dodaq qələmi getmir. Yəni 1.6 qramdır. Elə bir bu məhsulların yarısı buradadır. Yəni amma bunu almaqdansa alaram bu qələmləri. Yəni bu qələm deyil çünki. Bunu da qoyduq kənara. Gəlin üstündən biraz tünd rəng gedək. Mənim Kiko'dan çox dodaq məhsulum var. Qələmi göstərdim. Bir də belə məhsullarını göstərəcəm. 2 ədəd Smart Fusion seriyasından biri 403 belə bir nude dodaq boyam var. Bir də 406 biraz tünd olan var. Bunu istifadə edəcəyik bu dəfə. Sonra Kiko'nun Bridgerton seriyasından belə bir dodaq boyası var. Gördüyünüz kimi. Bunu da bəyənirəm, amma rəngi biraz mənə tündür. Biraz bayat şey durur üzümdə. Bir də məndə belə bir seriya var. Bu əslində gloss buna deyirlər, amma əslində bu gloss deyil. Sadəcə dodaq boyasıdır. Belə stik olan da mı deyim, nə deyim? Stik də deyil əslində, aplikatorlu. Hə, iki tərəfi var. Bugün amma mən istifadə etmək istəyirəm 406-nı. Gəlin 406-nı istifadə edək. Ya da belə eləyək, 406-nı yuxarı bundan istifadə edək. Ayda rəngləri yeniymiş. Biraz bunda çox çəhrayılıq var. İşçi. İndi gəlin bu iki dodaq məhsulundan danışım. Sadəcə üçündən danışacağım. Bunların üçündən. Mənim favorilərim bu seriyadır və çox uyğunadır. Çünki limitli seriya deyil, unlimitedli həmişə olandır. Yəni Kiko'nun default olaraq bu dodaq boyaları hər il çıxır. Bu da hər il çıxır. Çünki bunlar ilk desən seriyalar olmalıdır. Çox bəyənirəm bunları. Məndən MAC-mi, Kiko'mu soruşsaz, yəni MAC-mi yoxsa başqa dodaq boyalarımı soruşsaz, mən deyərəm ki, Kiko. Bunlar məndəki olan MAC-lərdir. Amma Kiko'lar çox daha yaxşıdır. Çünki MAC-lərin hansı birinin fərqi yoxdur. Glass seriyasıdakı Maximal Matte Lipstick seriyasının fərqi yoxdur. Hamısı çox qurudur, dodaqları çox qurudur. O qədər çölə çevrilir dodaqlarımız. O da mən sizə tövsiyə edirəm ki, 20-21 manata yaxın qiyməti olmalıdır. Çox qəşəngdir, çox yaxşıdır. Nəmləndirir dodağı, qurutmur. Çox gözəldir. Rəngləri də çox yaxşıdır. Mən sizə tövsiyə edə bilərəm 401, 403, 405, 404 də yaxşıdır. Bir də 406. Ondan o tərəfdəkilər çox belə bayatı rənglərdir, çox pis rənglərdir. Nəmləndiriciliyi, qalıcılığı, dodaqda olan rəngi, görünüşü yaxşıdır. Yəni bir gloss oxşuyur, belə deyim. Bir dənə baxın. Gloss oxşamır, oxşuyur. Bu seriya yəni həmişə olan deyil. Bitsə yəni bir də gəlməyəcək. Elə bil Kiko'nun Netflix-də olan bir anlaşmasından yaranan
kollaborasiyasına yaranan bir məhsuldur. Gördüyünüz kimi məndə 406 ilə oxşar rəngdir. Mən bunu niyə görə almışam? Sadəcə seriya olduğuna görə. Bunu da bəyənirəm, əlbəttə ki, bəyənirəm. Bəzən olur ki, 3 gün, 4 gün dalbadal bundan istifadə eləyirəm. Bunu biraz bunlardan daha baxaya almışam. Peşmanammı? Yox, qablaşmasını da çox sevirəm. Əsas da Smart Fusion boyalarını almağı unutmayın. Biraz da bunun haqqında danışmaq istəyirəm. Bu çox dəhşət bir dodaq boyasıdır. Çünki mən bunu 2 dəfə istifadə eləmişəm. Bu arada nömrəsi 131-dir. Gəlin nömrəsini sizə göstərim. Bu şəkildədir. Mən bunu 2 dəfə dodağıma vurmuşam və bu setdən də çox satmışam bu arada. Set daxilində gəlir. Dodaqda qalıcılığı əladır. Getmir. Bu çox qəşəng qalır dodaqda. Düzü biraz tündür. Hətta gəlin bunu da istifadə edəcəm. Bunu da almağa dəyər, 2 tərəfli olanı. Amma 30-dan 25 plusa satılırsa almağa dəyməz. Sizə tövsiyə edirəm ki, seti var onun. Set daxilində alın. Setdə bir qələm, bir belə bir dodaq boyası 2 tərəflidir bu arada. Bunu kontur kimi gəlin istifadə eləyək. Belə bir məhsuldur. Baxın qızlar, bu şəkildə oldu. Çox bəyənirəm bu məhsulu, qoxusunu bəyənirəm. Okey, qalıcılığı da çox yaxşıdır. Amma yaxşı fırçadan istifadə eləməsi, bu pis fırçadır. Bunun üçün uyğun bir fırça deyildi. Məndə belə bir paletkası var. Bu paletkanı çox bəyənirəm. Bu paletkada gördüyünüz kimi hər şey var. Ənliyi var, bronzer var, kontur var, highlighterlar var. Yəni bronzer necə bir möhtəşəm bir şeydir. Bronzer vurandan sonra insanın üzü dəyişir. Bunu almağa dəyər. Gördüyünüz kimi bronzerladım. Bu bronzer Green seriyasından 102 Warm Sienna rəngidir. Artıq dibini görmüşəm. Narıncılıq var, nə bir şey. Qalıcılığı çox yaxşıdır, yayılmağı çox yaxşıdır. Yəni qablaşdırması bu olmasaydı, mən haçansa bronzerim bitsə bunu alardım. Həqiqətən gözəl bronzer idi. Yəni məndə çox getdi, uzun müddət getdi. Qramı da 9 qramdır. Yəni dibini görmüşəmsə bu qədər məhsulum ola, deməli həqiqətən gözəl məhsul idi. Ya da qəşəng bronzerlanmaq istəyirsinizsə, məncə bu məhsul tam onun üçündür. Çox gözəldir. Ənlik olaraq həm paletkada rəngim belə bu paletkada var, ənlik. Həm belə bir ənliyim var, həm belə bir ənliyim var. Gəlin göstərim. Bu da Green seriyasından 102 nömrə Soft Mauve'dir. Baxın, bu rənglərdə bir məhsuldur. Gözəl rəngi var, amma sevdiyim bir rəng deyil. Sonra bu da Juicy Fish seriyasından. Bu Juicy Fish seriyası bu dəqiqə Kiko'nun xarici saytlarında çox da tapılmır. Nə bilim, bilmirəm, desin çox tez alındı. Bu Kiko məhsulu çox pigmentasiyalıdır. Çox, yəni daş kimidir. Belə yumuşaq belə teksturası yoxdur da. Elə bir highlighter da, o highlighterın bərkləri olur. Səsi eşidirsiniz? Yəni o bərklik, o pigmentasiya hədsiz çoxdur. Çox elədim. Bax görsən yenə gicd elədim. Bunun ən pis tərəflərindən biri güzgüsünün olmamağıdır. Qramaj çoxdur, qalıcıdır, pigmentasiyalıdır. Yəni bir ənlikdən ala biləcəyiniz hər şey bunda var. Bu arada 40 manata da dəyər bu. Yəni bu qədər gözəl pigmentasiya var bunda. Sonra keçirik buna. Bunun da qalıcılığı yaxşıdır. Belə biraz tonları verək. Bunlar da almağa dəyər bu arada. Həyatımda heç sevmədiyim. Baxın, bunu başlamamış deyəcəm, yəni istifadə etməmiş deyəcəm. Çox pisdir. Yəni kipriklərdə elə şeydən ümumiyyətlə danışmıram, amma o qədər suludur ki, baxın, sudur, su. Bunu mən qurutmaq istəyirəm. Ağzını açacağam, qoyacağam, bu qurusun. Və elə bax indi. Bəlkə biraz qurusa normal bir məhsul olar, çünki
çox yaxşı ayırır. Palçıq kimi bir görüntüsü yoxdur. Belə bu şəkildə oldu. Çox əziyyət çəkdim vurana qədər. Yalan deməyim. Yəni bunu heç vaxt almayın. Yəni göz altlarınız istəyirsinizsə ki, bir dənə vurasınız, buralarda belə damcılar əmələ gəlsin və o qədər həssas belə istifadə eləyəsiniz ki, vaxtınız çox keçsin və sonda da gözlərinizdə heç nə görməyəsiniz, ala bilərsiniz. Gibi bir şey qoy adını deyim sizə. Gloss Supreme Lush Glaze Mascara. Bir dənə balaca bir məhsulum qalıb bu. Bu nədir? Mən bunu highlighter düşünüb almışdım. Bu highlighter deyilmiş. Bu sadəcə highlighter powder'ıymış. Yəni parıltılı pudra. Bayaqdan da bu mənim əlimdə var imişsə. Qızlar, sevmədiyim məhsullardan nə danışıram? Yəni şübhəsiz, baxın mən bu məhsulları heç vaxt heç kəsə tövsiyə eləmirəm. Bu maskaranı və bu məhsulu. Sonra bunu da tövsiyə eləmirəm, bu pudra highlighteri. Yəni çox lazımlı bir məhsul deyil, həqiqətən deyil. Çünki düzü çox yumuşaq eləyir, çox gözəl göstərir, amma məncə bu qiymətə dəyməz. Gedin normal pudra alın. Digər məhsulların hamısını demək olar ki, bir bəyənmişəm, hamısını bəyənirəm. Yəni heç birisi pis deyil, digər göstərdiklərimin. Amma qiymətlərinə görə məsələn, siz başqa məhsullar ala bilərsiniz. Amma mən daimi şəkildə bitdikcə bundan almaq istəyərəm. Bitdikcə bundan almaq istəyərəm. Sonra bu seriyadan olan məhsulları da çox tez-tez almaq istəyərəm. Sadəcə məsələn bunu da tövsiyə eləmirəm sizə gedin alın. Çünki bundan almaqdansa elə bu Smart Fusion'lardan alsaz çox daha yaxşı olar. Rəy yazmağı unutmayın. Əgər bu məhsullardan hər hansı biri sizdə varsa, sizdən geri dönüşləri gözləyirəm və yaxud da yoxdursa hansı birini almaq istəyirsinizsə, aşağıda qeyd edə bilərsiniz. Ümid edirəm ki, bəyəndiniz. Rəy yazmağı unutmayın. Sağ olun.